Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Salam İçki Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Bu dəfə də missiyamızı davam etdirərək həmişə olduğu kimi şəhid ailələrində olur, onların yaxınları ilə tanış oluruq və şəhid haqqında daha da yaxından məlumatlandırılırıq. Bugün də çəkiliş qrupumuz Neftçala rayonundadır. Neftçala rayonunda şəhid balamız Kapitan Əskərov Samit Gülmalı oğlunun evindəyik. Gəlin şəhidimizin ailəsi ilə yaxından tanış olaq. Salam aleyküm Gülmalı qardaş, xoş gördük sizi. Sağ olun, xoş gəldiniz. Allah rəhmət eləsin şəhidimizə, Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Çox sağ olun. Samit bala haqqında nə deyə bilərdiniz qısaca da olsa? Samit bala haqqında o deyə bilərik ki, Samit 4 il Naxçıvanski, 3 il hərbi akademiya, 6 il Ağdamda birbaşa kəşfiyyat komandiri olub, 1 il İrəy sınavını olub, Bakıda 777-də, oradan da birbaşa Füzuli uğrunda döyüşlərə qatılıb. Döyüşün 4-cü günü şəhid olub, şəhidlik zirvəsinə qatılıb. Ayın 3-də də dəfn olunub. Bir oğlu var, Kənan adında. Allah saxlasın. İdrak liseydə oxuyur Bakıda, Bakı şəhərində. Şəhərdə yaşayırlar anası ilə, rahatdır. Allah dövlətimizi qorusun, Allah ordumuzu qorusun, Allah dünyamızı sakit eləsin. Şəhid balamızın ölüm xəbəri şəhidlik zirvəsinə ucalan günü necə xatırlayarsınız? Əlbəttə, çox çətin sualdır. Həm çətindir, həm də qürur vericidir. Qürur verici yerimiz odur ki, bizim şəhidlərimiz ən uca zirvədədir. Öz canları bahasına, öz qanları bahasına tarix yazdılar. Bayrağımızı yüksəklərə uzatdılar. Çox sağ olsun. O günü necə xatırlayırsınız? O mümkündür. Can ata. Allah səbir. Allah sizə səbir versin. Heç vaxt ağlamayın. Başınızı dik tutun. Çünki bizim kapitan balamız, Samit balamız təkcə sizin övladınız deyil. Samit bala bütün Azərbaycan xalqının övladıdır. Heç zaman da qəlblərimizdən silinməyəcək və gənc nəsillərə də bu örnək olacaq. Şəhidlərimizi heç vaxt, heç zaman unutmayacağıq. Çox sağ olun. Allah razı olsun, sağ olun. Çox sağ olun. Hoş geldiniz. Çok sağ olun. Biz hal-hazırda şəhidimizin anasıyla bir yerdə oturmuşuq. Ama sizə bir sual vermək istəyirəm. Bizim şəhidimiz necə evlar idi, necə uşaq idi? Evladım olduğuna görə demirəm. Allah xoş gəlmişsiniz, evladım olduğuna görə demirəm. Yəni ki, əvəz olmaz bir insan idi. Düzdür, anı üçün evladlar tam başqa olur. Mən evladım olduğu üçün demirəm. Yəni ki, elə bir oğul idi ki, tanıyanlar da bilir. Bəzən yazılanları Instagram səhifəsində işlədirlər. Oxuyuram, çox təəssüflənirəm ki, hifzənlə. Hifzə kimi oğuldan. Şəhidimizin 3 dəfə şəhid xəbəri sizə gələndə nə hissi keçirdiniz? Mənim o hisslər istəmərəm ki, bir ana yaşasın. Ama bir gün üçün belə bildirəm ki, mən xəbəri atası mənə bilir. Rayon bilirmiş, biz bilmirmişik.
Yani ki bir gün içinde elə bir ki, hayatımdan her şeyi sildim ben. Ben Sami'de her şeyi dəfn eləmişəm. Ama ki evladı qalıb. Allah saxlasın. Evladına görə mən yaşamağa məcburam. Sami elə bir oğlu idi ki, nə bilim, həyat doluyam. Nə bilim, ürəyi o qədər təmiz idi ki, nə bilim, elə insanlar həyatı bəlkə də tək-tək gəlir. Heç vaxt deyirəm ki, deməmişdi ki, şəhidliyi haqqında heç vaxt heç ağzına gətirmirdi. Elə bir yalandan deyim ki, demişdi ki, mən şəhid olaram, yox, heç vaxt. Heç vaxt elə sözü deyib. Çok çətin bir şeydir. Evlad acısı istəyir, nədə olur olsun. Evlad itkisi çox çətin bir şeydir. Elə biz ki, dirikən ölü yaşayırsan. Allah sen bilirsin. Şehidimiz hansı dövüşlerde işleyiciliği? Füzuli uğrunda Seyid Əhmədli, Alxanlı, yəni ilk postu yaranlardan. Ola Təşinov hərəkat altında gedən döyüşlərdə ilk postu yarıb. Atasözü gedib gətirib, atası görüb. Mən bəzən unuduram, oxuduğu illəri, hamısını unuduram. İlk Afqaniyan səhvini keçən kəşfiyyatdır. Mən özüm gedib götürmüşəm. Ayın 30'unda geldi bizim de xəbər, birində getdik. 3 günə o götürdülər, verdilər. Oradan özüm götürdüm, skoru verdilər. Bizə xəbər 30'u şəhid olub yıldan sonra rəylər kəsildi. Yoldaş əlaqə saxlayırdı. Ağdamda işləyib əvvəllər. Ağdamdan zəylər gəlirmiş ki, yoldaşına nə deyə bilməyib, yoldaşına zəylər gəlirmiş ki, yəni gözləməyin də, dedim. Neytralda qalıb götürə bilmir. Nə bilim. Hədə müharibənin ilk başlayan zəylər kəsildi. O keçmək, yəni neçə illər hazırlanmış işlər idi onlar. Yəni mən 7-8 kilometr Əhməd bəy gedir, yandırım şəkil danışmaqla iyiləş gedir, yer özü ayağın altına tərpənir. Bunlar olaraq nə cür ağır silahlar atılırsa, hələ də o səs mənim qulağımdan gedir. Yer ayağımızdan lərzə gəlir tərpənir. Çeşdilər, Füzuli bunlar aldılar, akrujeni. Cəbrayıl tərəfə gedəndən sonra silahların səsi uzaqlaşdı. Ondan sonra skor ilə götürdülər. Sağ olsun orada belə o biriləri belə qana apardılar. Orada da Füzulinin özündə Milad kəndindən neydi? Orada yol apardılar. Yani ilk hücumlarda 7-8 kəndi məsələn Şaldana bilənlər. Əlxanlı idi, yukarı attıran. Ağır dövüşlerde. Əlxanlı. Bunlar tam geçmişti. İlk günlərdə. Bağlı şəhərlərdə qalmışdıq deyilən ərazi. Təmiz uçaya yaxınlaşmışdı. Oqanyan səhvi var, onu bunlar keçmişlər ilk. 33 nəfərlə keçmişlər bunlar. 30 il hazırlaşmışlar ki, o aniyən səhvi. İlk Füzuli'nin akrojeni alan bunlar. Keşfiyat. Bütün o göründü orada 5 kilometre sırf minalanmış ərazidir. Onun Nətər keçimi? nətər keçimi var, onun Ədəbiyyat sapıyor təmizliyi. sapıyor, çox çətin ağır döyüşlər, danışmaqla o deyilsin. Birinci Qarabağ Marlı iştirakçılar bizi 11'li bir Elə yandığımız yerdə bizdə topun, tankın səsini, səsindən bəri vahimə. yer ayağımızdan da ləzzət tərpənir. Öz üçün. Çatdığım ocağı odu həmətisi hələ keçmir. Hay ver mənə cənab leytinat, hay ver mənə leytinat. Xoş müjdəli bir savaşda, hay ver mənə leytinat. Ay ver mənə cənab leytinat, ay ver mənə leytinat. Xoş müjdəli bir savaşda, ay
deyəcəyəm. Axan göz yaşına dur deyəcəyəm. Zamana müəmma sir deyəcəyəm. Ağlama şəhid anası, ağlama. Zamana müəmma sir deyəcəyəm. Ağlama şəhid anası, ağlama. Həyat yaranandan üzü qaradır. İnsanlar çoxalıb. Və elə zirvədir ki, valla o zirvəyə heç kəs çata bilməz, heç kəs ucala bilməz. Onun ruhları, şəhidlərimizin ruhları bizim yanımızdadır. Hər zaman bizi görür. Allah cəmi şəhidlərimizə rəhmət etsin. O bir şəhid bir evdən getmir, bir eldən gedir. O elimizdən getdi. Gül balalarımız, nur üzlü balalarımız. Yəni şəhid mövzusu elə mövzudur ki, onunla danışmaq, danışdıqca qutarmaq da olmaz. Çünki bu mövzu doğrudan da həm şərəfli, qürur verici mövzudur, həm də ki valideynlər üçün çox çətin bir mövzudur. Siz də hər zaman başınızı dik tutun atamız, gözəl atamız. Hər zaman da Samit balamızla fəxr edəcəksiniz inşallah. Çox sağ olun. Müski Xəbər İnform Xəbər TV-nin baş direktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informatorlar İlahə Salih qızı və Elxan Hüseynoğlu. Vətən müqəddəsdir, qorunsun gərək. Vətən sevgisi ilə döyünsün ürək. Dar gündə yolunda can qurban verək. Ağlama şəhid anası, ağlama. Dar gündə yolunda can qurban verək. Ağlama şəhid anası, ağlama. Həyat yaranandan üzü qaradır. İnsanlar çoxalıb dünyada dərdir. Dərdi olanlara təsəlli yardır. Ağlama şəhid anası, ağlama.